Sabahınız xeyirli olsun dəyərli qrup üzrə dəyərli YouTube izləyicilərimiz. Ümid edirəm yaxşısınız. Dünənki bay əməliyyatlarımızı biz sığortalayandan sonra təbii ki, satış əməliyyatlarımız bizdə dururdu. 4045-dən gələn satış əməliyyatları ilkin olaraq yəni qısa bir gəlirlə nəticələndi. Ondan sonraki isə biz 4000, 5000, 35'lər, 5025'ləri nəzərdə tutmuşduq. Amma sürətli bir eniş oldu. Yəni yadınızdadırsa biz bir neçə gün bundan qabaq bu haqda söhbət açmışdıq. Diqqətlə qulaq asa bilərsiniz buna. Dəstək xətti üçün yəni 4989-da çox güclü dəstək xətti bundan aşağı kəsərsə, yəni sürətlə aşağı doğru istiqamətlə davam edir. Bugün yəni bu xəbər yəni həmin nöqtə idi. Yəni həmin nöqtəni qırandan sonra sürətlə aşağı doğru istiqamətlə davam etdirdi. Yəni əsas məsələ nədir? Əsas məsələ demək Rusiyadan belə bir başlıq gəldi, dərc olundu bu Bloombergdə. Russian memo says return to dollar system in reach made for Trump. Yəni Rusiya məxfi sənədi Trump üçün hazırlanmış təklifdə dollar sisteminə geri dönüş nəzərdə tutulur. Yəni bu başlıq onu bildirir ki, Rusiyaya aid bir məxfi memorandumda Donald Trump'a yönəlmiş siyasi iqtisadi təklif yer alır. Həmin təklifdə Rusiyanın əvvəlki illərdə dollar sistemində uzaqlaşmasına baxmayaraq yenidən ABŞ dollarına əsaslanan maliyyə sisteminə qayıtmasının mümkünlüyü müzakirə olunur. Bu yanaşma Trump'ın mümkün ikinci prezidentlik dövrü üçün strateji mesaj və ya razılaşma siqnalı kimi təqdim edilir. Və bu yəni Trump'a dəstək olaraq, dollara dəstək olaraq, yəni qiymət sürətlə aşağı doğru istiqamətlə davam etdirdi. Yəni əsas məsələlərdən biri nədir? Əsas məsələlərdən biri odur ki, mən dünən alış əməliyyatlarını verdim və sığortanı, stop loss bizə lazım idi. Bay əməliyyatlarımızda bütün əməliyyatlarımız yəni bütün əməliyyatlarımız gəlirlə nəticələndi. Yəni 5084-ə qədər qalxdı. Bizim alış əməliyyatlarımız deməli 5071-lərdə idi. Yəni mükəmməl ən azından 10-12 dolları bir gəlirlərlə verdi. Bunu sığortalamağa dəyərdi və hətta dünən ofisdə belə uşaqlar gəlmişdilər. 4045-də açılan əməliyyatları deməli 4039-da belə mənim yanımda belə bağladılar. Deməli axşam olduğu üçün risk eləmədilər. Kiçik gəlirlərlə 5-6 dollara enişlə bağladılar. Bay əməliyyatlarında yəni əksər 99% bağlamışdım. Yəni dəfələrlə deyirəm ki, stop loss, take profit və sığorta bizim ayrılmaz bir yəni hissəmizdir. Bunu yaddan çıxartmaq olmaz. Bugün nələr baş verəcək? Gəlin bugündən danışaq. Və bugün biz erkən alışlar üçün 5000-i hədəfləmişik, amma əsas alışlar üçün isə 5021-lərdir. Satışlar, yəni erkən satışlar deyək ki 4960-lar, 65-lərdən verə bilərsiniz. Amma deyək ki bu hətta 63-lərdən verə bilərsiniz, deməli 50-lərə qədər. Amma yaxşı olardı ki daha deyək ki dəqiq olsun deyənə 5050-lərdən sell açsaq daha yaxşı olar. Yəni hazırki vəziyyətdə riski sevənlər deməli saat neçədir? 5 dəqiqədən sonra qiymət aşağıda formalaşsa 4070-lərdən satış əməliyyatlarına girə bilərlər. Yəni 5 dollarlıq bir 6 dollarlıq və ya da 10 dollarlıq bir gəlirlə bazardan çıxa bilərlər. Yəni ümumi olaraq yenə biz baxaq. Bu dünənki hərəkət fırtınadan əvvəlki sakitçilik idi və Rusiya sensasiyon bir xəbərlə deməli bütün bazarı alt-üst elədi. Buna görə də diqqətlə baxın, yəni nə çox nə az, yəni 200 dollar bu sevgililər günü üçün satış əməliyyatları açanlar üçün bir hədiyyə idi. Belə, demək biz yəni risk üçün istəyirsiniz yəni yenə dünən gördüyünüz kimi 1 lot, 5 lot, 10 lotdan əməliyyat açdıq. Yəni bugün yəni
yoxlamaq üçün nələr baş verəcək? Biz elə bir ki, hardasa 70-də sell təyin edə bilərik. Yəni, nümayiş üçün 65-ə take profit qoyaq və 5 dollarlıq bir enişi baxaq görək, yəni çox kiçik bir enişi baxaq görək biz əldə edə bilirik yoxsa yox. Təbii ki, bu riskdir. Biz bunu eksperiment üçün kiçik lotlarla, yəni hesab böyük olduğu üçün kiçik lotlarla biz eksperiment aparırıq. Baxaq gümüşə. Gümüşdə uşaqlar, alışlarımız 78-lərdən gələcək, satışlar isə 75-600-lərdən. Amma yenə nəzər çatdırın, 1000 dollarlıq əməliyyat, 1000 dollar, uşaqlar diqqətlə baxın, 1000 dollarlıq hesablar üçün gümüşə qətiyyən icazə verilmir. Gümüş üçün ticarət etmək icazə verilmir. Nə üçün? Qızıla nisbətən 1-ə 5 hərəkət edir. Ona görə də məsləhət deyil. Keçək Bitcoin-a. Bitcoin-da nələr baş verəcək? Bitcoin-da deməli, dünənki xəbər, uşaqlar, Bitcoin-a qəşəng təsir göstərdi, yəni endirdi. Demək, sonra Ethereum-da da təsir göstərdi. Ethereum da sürətlə endi. Sonra neftə də yaxşı təsir göstərdi. Neft də yəni sürətlə aşağı endi. Qızıl da aşağı endi. Sonra digər cütlüklərə o qədər də təsir göstərmədi. Məsələn, dollar frank olsun və yaxud da ki, dollar Yapon yeni olsun, euro dollar olsun, funt dollar olsun. Bunlara o qədər də təsir göstərmədi. Əsasən də təsirini deyək ki, qızıla, neftə və Bitcoin-ə, Ethereum-ə göstərdi. Eləcə də Nasdaq, S&P, Dow Jones-lara da təsir göstərdi. Belə, demək, biz qızıl üçün əsas hədəfləri müəyyən elədik, əsas hədəflər təyin elədik. Biz indi Telegram siqnal kanalında biz uşaqlar üçün paylaşdıq siqnalları. Yəni, bu da dünənki uşaqların gəlirləridir, gəlirləri paylaşdılar. Yəni, xeyirli olsun. Həm satış əməliyyatlarından, həm alış əməliyyatlarından gəlirlə nəticələnib. Belə əzizlərim, biz keçək ödənişli siqnal kanalında daha ətraflı məlumat. Bu sadəcə olaraq yəni YouTube izləyicilərimiz üçündür və qismən də olsa demək Telegram kanalının, ödənişli Telegram kanalı üçündür. Hələlik inşallah görüşmək ümidi ilə sağollaşıram. Amma 4 saatı zaman etibarına biz baxsaq və əsas baylar, bundan sonraki baylar biz 5100 onları gözləməliyik. Oldu hələlik, sağ olun, sağlıqla qalın.